Bismillahirrahmanirrahim. Bugün 1447. Hicri təqvimi ilə Ramazan ayının 29'udur. İnşallah bu gecə əgər ay görünərsə sabahlarım fitir orucluq bayramıdır inşallah. Əgər ay görünməsə, subut olunmasa inşallah sabah, akşam izləniləcək. Hətta izlənilməsə də şübhəsiz birisi gün orucluq fitir bayramı olur. Çünkü sabahlarım ayın 30'udur. Ramazan ayı 31'den ola bilməz. 29 olar, 30 olar. Əvvəla bu münasibətlə mən bayram münasibəti ilə bütün Müslüman aləmini, möminləri bayram münasibəti ilə təbrik edirəm. Onlara tutduqları oruc, etdikləri ibadətə görə Allaha dua edib qəbul eləməsini arzu edirəm. Və Allaha şükürlər olsun ki, bizlərə bu ayı dərk etməyi nəsib elədi və bu ay Allahın rəhmət, məğfirətinə və bağışlanmasına nail ola bildik. Bir məsələ ki, onu da istəyirəm diqqətinizə çatdıram. Bu hər il mübahisə ay üzərində görsən sabah bayramdır, bayram deyil. Bunlar hər il olur və olacaqdır da. Yəni 1400 ildən bəri bu olub, büyündən sonra da olacaqdır. Çünki bu ay Allahın ixtiyarında olan bir Allahın yarattığı bir necə deyirlər planetdir. Ona görə də onun hansı gün, hansı saniyədə necə olması görsən bəzən fərq edir. Nəysə bu haqda çoxlu məlumatlar da verilibdir. Mən onlardan danışmaq fikrim yoxdur, amma gəlib bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Ayın sübut olmasının neçə şərti var? Biri budur ki, bir insan ayı gərək öz gözləri ilə görə. Əgər öz gözləri ilə görsə və yəqinliyə çatsa, onun üçün o eləyə bilər bayram eləsin səhərci gün. Və yaxud da ki, bir cəmiyyət, o cəmiyyət ki, onlar şəri məsələlərə riayət edirlər. Məsələn, tutalım ki, bir şəhərdə hamı deyir ki, ayı görmüşük. Yox, o cəmiyyət ki, məsələn 10 nəfər, 50 nəfər, 100 nəfər ki, onların bu məsələdə həm düzgünlük danışırlar, həm ədaləti var, həm mömindir. Onları deyib, yoxsa mən İslamdan xəbəri olmayan, iki kəlmə bilməyən insanın ayı görməsini deməsi biraz ehtiyatlı məsələdir o. Nəysə, biri də budur ki, cəmiyyət görsün, möminlər görsünlər və desinlər ki, ay görünübdür. Biri də budur. Və biri də həmçinin budur ki, iki ədalətli şəxs. Məsəl üçün, iki mömin əgər görübsə, ayı görmüşük desə, sən onların dediyinə inana bilərsən və bayram eləyə bilərsən. Amma qeyd etdiyimiz kimi, o mömin də gərək adil ola, ədalətli ola. Elə necə gəldi, yox. Adil olması şərtdir. Bundan başqa ayın 30'u Ramazanın olması gərək sübut ola. Yəni ayın əvvəlindən düzgün hesablanıbdır. Misal üçün, bu günlərim ayın 30'u olursa, sabah %100 bilirsən ki, fitir bayramı olur. Çünki 31 olmayacaqdır. Bu da bir şərtdir. Amma Ayətullah Sistani ağa buyururlar ki, şəriət hakiminin hökmü ilə ayın əvvəli sübut olmaz. Ağa bir dənə bunu qeyd edilir ki, bilirsiniz ki, şəriət hakimi, vilayət-i fəqihi, misal üçün İranda, orada hökm verir ki, misal üçün odakı idarələr var, ay izləyən mərkəzlər var. Qeyd edirlər ki, bəli, bütün məlumatlar gəldi, bəli, ay göründü. Hakimi şəriət hakimi də elan edir ki, bəli, sabah aydır, görünübdür, fitir bayramıdır. Bu da ayın görünməsi bir məsələ. Və müasir zamanəmizdə yəni astronomik cihazlarla ayın görünməsi məsələsi də var. Məsələn, əgər diqqət eləsək müştəhidlərimizə, onlar qeyd edirlər ki, ayın əvvəli astronomların deməyi ilə sübut olunmur. Özdə ki, elə bir yerdə ki, o astronom özü inanılmış astronom mərkəzi olursa. Məsələn, bir də görürsən ki, astronom mərkəzlərdə işləyənlərin heç möminliyi yoxdur. Heç İslamla bəlkə əlaqəsi yoxdur. Görürsən, dəfələrlə də görmüşük ki, yalan danışıblar. Özlərindən deyiblər ki, bəli, ay göründü. Bunlara inanmaq olmaz və bunların sözü ilə də bayram eləmək olmaz.
Yalnız qeyd etdiyimiz hallarda tam yəqinliklə insana hasil olur ki, bəli, ay görülübdür, neçə mömindən eşidir, bilir, onda sabahları bayram olur. Ümumiyyətlə, bu günlərim Ramazan ayının 29-u sabah bayram elan olunubdur. Möminlər dediyimiz şərtlərdən kənar, yəni onlara sübut olmamış, əgər orucların yesələr, şəri qanundan 61 gün onlara oruc vacib olacaqdır. 30 gün, bir ay, yəni oruc, ardıcıl orucu tutmaq şərti ilə, 30 günü də istədiyi vaxt tutmaq şərti ilə, bayram olmamaq şərti ilə ki, bayram günləri oruç tutmaq olmaz, Qurban bayramıdır, Fitr bayramıdır və bir gündə həmin günün qəzası. Yəni 61 gün onun boynuna oruc gəlir. Belə deyək, yəni bu qeyd etdiyimiz şərtlər, əgər onun əlində sübutlar, dəlillər olmadan elə gedib, bəli, bayram namazını qıla, o müstəhəbbidir. Amma sabah qiyamətin günündə ona Allahın vacib etdiyi orucu soruşacaqlar. Bayram namazı qılmamağını sən belə deyək, orucun batıl olmur. Amma sən bu günlərim sübut olunmamış namaz qılsan, onda gərək nə yeyəsən? Orucu da yeyəsən. Bəzi istisna, o üzürlü insanlar var, onlar başqa məsələdir. Əlqərəz dediyimiz budur ki, möminlər bu şeylərdə diqqətli olsunlar və inanılmış tam yəqinliklə möminlərin əldə elədiyi bir çoxlarının dəlil və sübutları ilə öz bayramlarını eləsinlər. Namaz məsciddə qıla bilmirlərsə, evdə də özləri həmin o Fitr bayramın namazını qıla bilərlər. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə, İslam aləminə sülh gətirsin inşallah və dünya müsəlmanlarını bir-birinə rauf qardaş qərar versin. O cümlədən bugünkü gün ki, qonşumuzda İran İslam Respublikasında ki, dünyanın siyonist zalimləri ki, onlara başlarına od yağdırır. Allah tezliklə o odu onların öz başlarına yağdırsın. Və bir şeydə qəlbimdən gələn sözü deyirəm. Yəni biz belə bir anda heç bayram adını tutmuram mən. Düzdür, elə bayramdır. Bu mənada ki, orucdur, oruc ayı tamam olub. Amma gəl, bizim qardaşlarımız, bizim müsəlman qonşumuz, əhl-i beyt, aşiqləri, onların başına tökülən bu odların müqabilində onları diqqətə almadan bayramdır deyib mən şadlıq eləməyim nə qədər düzgündür, nə qədər doğrudur. Yəni bu şeylərə biraz diqqət eləmək lazımdır. Allah dünyasını dəyişən əzizlərimizə qəniq rəhmət eləsin, şəhidlərimizin mübarək məqamlarını âli eləsin və həmçinin dünyada İslami şəhid, müsəlman şəhidlər ki, bugünkü gündə hər gün var, Allah onları əhl-i beytdən ayrı salmasın, məqamların âli eləsin inşallah. Bir daha gələn günləriniz xeyirli və Allahın rəhmətində, Allahın neymətində, məğfirətində olmasını səmimi qəlbdən Allahdan dua edib istəyirik. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.